Salam əziz izləyicilər, Respublika qəzetinin 8-ci gün rubrikası efirdədir. Gəlin həftənin ən yada qalan hadisələrinə bir yerdə nəzər salaq. 20 apreldə 1-ci vitse-prezident Mehriban Əliyeva müqəddəs Pasxa bayramı münasibəti ilə bağlı paylaşım edib. 21 aprel tarixində isə Azərbaycan prezidenti İlham Əliyev 1941-1945-ci illərdə 2-ci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında sərəncam imzalayıb. Eyni gündə Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Çinin Sinxua agentliyinə məxsusi müsahibə verib. Eyni gündə prezident İlham Əliyev Papa Fransiskin vəfatı ilə əlaqədar Müqəddəs Roma kilsəsinin Kamerlongosuna başsağlığı verib. Ağdam rayonunun Sarıcalı kəndinə köçbaş tutub. 22 apreldə Azərbaycan prezidenti İlham Əliyev Çin Xalq Respublikasına dövlət səfərinə gəlib. Həsənliz kəndinə 20 ailə, yəni 68 nəfər köçürülüb. Ertəsi gün Azərbaycan prezidenti İlham Əliyevin Çinin sədri Si Jinping ilə geniş tərkibdə görüş olub. Habelə Azərbaycan prezidenti İlham Əliyevin və Çin Xalq Respublikasının sədri Si Jinpingin iştirakı ilə Azərbaycan-Çin sənədlərinin Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında birgə bəyanatın imzalanması mərasimi keçirilib. 24 apreldə Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Pekində China Energy Engineering Corporation Limited şirkətinin sədri Song Hailang ilə görüşüb. Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Pekində China Global Television Network telekanalına müsahibə verib. Azərbaycan prezidenti İlham Əliyevin Çin Xalq Respublikasına dövlət səfəri başa çatıb. Türkiyənin Marmaris şəhərində keçiriləcək Kurtaran 2025 adlı beynəlxalq təlimlərdə iştirak etmək məqsədi ilə Azərbaycan hərbçiləri qardaş ölkəyə yola düşüblər. Aprelin 25-də isə prezident İlham Əliyev Avropa İttifaqının ali nümayəndəsi Avropa Komissiyasının vitse-prezidenti Kaja Kallası qəbul edib. Ölkə başçımız həmçinin ATƏT-in baş katibi Feridun Sinirlioğlu'nu da qəbul edib. 26 apreldə Özbəkistan Respublikasının prezidenti Şavkat Mirziyoyev Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə zəng edib. Həftə ərzində çatdıracağımız əsas məlumatlar bunlar idi. Növbəti buraxılışımızda görüşmək ümidi ilə. Hələlik.